Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möhtərəm müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və siz əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bu günləri İslam tarixində əzəmətli xanım simalarından olan İmam Musa Kazım əleyhissalamın qızı, İmam Rıza əleyhissalamın bacısı, xanım Məsumə salamullahi əleyhanın vəfat günüdür. Allahdan o əzəmətli şəxsiyyətin dünyada ziyarətin, üqbada şəfaətin bizlərə nəsib olmasını diləyərək bu cümə xütbəsinə başlamaq istəyərdim. Xanım Məsumə salamullahi əleyha İmam Rıza əleyhissalamı ki, məcbur şəkildə Məmun öz sarayına gətirirdi və İmam Musa Kazım əleyhissalamın evladları demək olar ki, Mədinədə təqib altındaydılar. Bu yüzdən onun evladları demək olar ki, dünyanın müxtəlif yerlərinə məcbur şəkildə hicrət elədilər və xanım Məsumə salamullahi əleyha Qum şəhərinə köç elədi və orada 17 gün yaşayandan sonra şəhadətə bərabər bir rihlətlə dünyasını dəyişdi. Və xanım Məsumənin digər bacıları, xanım Həkimə, xanım Rəhimə, xanım Leyla, onlar da bizim vətənimizə pənah gətirdilər və nə xoş bizim halımıza ki, bizim vətənimizdə də Əhl-i Beytin nümayəndələri, imam balaları, imam bacıları öz bərəkətləri ilə vətənimizi bərəkətləndiriblər və bir daha bu, onun təsdiqidir ki, bu vətən, bu torpaq, bu xalq daim Əhl-i Beyt sevənlərin məkanı olub ki, Əhl-i Beyt nümayəndələri də bu torpağa pənah gətiriblər. Allahdan bir daha xanım Məsumənin ziyarət və şəfaətini təmənna edirik. Allah mütəal hər birimizə nəsib eləsin inşallah. Və bu günlər, keçən cümədə də dedik, 5 il öncə bizim haqq savaşımız, vətən müharibəmizin başlandığı və davam etdiyi günlərdir. 27 sentyabrdan başlayaraq 44 günlük müharibə və torpaqlarımızın işğaldan azad olunması ilə bitən bir müharibənin il dönümünü, 5 illiyini qeyd edirik və bu müharibənin sonucu noyabrın 7-sində, noyabrın 8-də bizim qələbəmizlə, Allahın nüsrəti ilə nəticələnən bir müharibə idi. Təbii ki, bu müharibədə biz dəyərli vətən oğullarını da itirdik. Müharibələr itkisiz də heç vaxt yan keçmir. Təbii ki, müharibələrin qələbəsi varsa, müharibələrin sevinci varsa, eyni zamanda o dəyərlərin əldə olunması üçün, o qələbələrin əldə olunması üçün şəhidlərin də verilməsi, qazilərimizin də olması labüddür, qaçılmazdır. Ki, biz 44 günlük vətən müharibəsində təqribən 3000-ə yaxın da şəhid vətən oğulları verdik. Şəhidlik Allah yolunda vətən, torpaq və ali hədəflər uğrunda, amallar uğrunda insanın özünü fəda etməsidir, canından keçməsidir. Dinini, vətənini, namusunu qoruyan bir insan haqq savaşında və xüsusi qeyd eləyək, Allah rizası üçün bu işləri görən insan şəhiddir. Şəhid adlanır və şəhidin Allah yanında çox ali məqamı var. Allah mütəal Quran-ı Kərimdə bir neçə ayələrdə şəhidləri vəsf eləmişdi və onlardan da biri Allah mütəal bizlərə şəhidlərin məqamını göstərmək üçün buyurur ki, وَلَا تَقُولُ لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتًا
Allah yolunda öldürülmüşlərə ölü deməyin. Onlara haqqınız yoxdur ki, adi insanların öldüyü kimi onlara da ölü deyəsiniz. Onlara ölü deyə bilmərsiniz. Bəli əhyaun və lakin la təşurun. Onlar diridirlər. Lakin sizin dərk etməyəcəyiniz bir halda. Yəni, onların diriliyinin, necəliyini biz başa düşə bilmirik. Biz anlaya bilmirik ki, diridilər yəni nə? Başqa bir ayədə buyurur ki, onlar Allah yanında ruzilənirlər. Ruzilənirlər yəni nə? Bu, Allahın sirlərindəndir. Bizim anlaya bilmədiyimiz hədlər var və o hədlərdən də birinin Allah təyin edirdi ki, o da şəhidlərdirlər ki, Allah yolunda, Allah rizası üçün canlarından keçmiş şəhidlərdirlər ki, onlar diridirlər, lakin insanlar onların diriliyini başa düşə bilmirlər, anlaya bilmirlər. Təbii ki, şəhidlərimiz özlərini fəda etməklə valideynlərinin gözünü yaşlı qoydular, əzizlərinin gözünü yaşlı qoydular, amma həm də onların başını uca elədilər və həm də xalqın başını uca elədilər və şəhidlərin məqamı çox alidir. Düşündürücü məqamlardan biri, Allah ki, biz istəyək, başa düşək ki, şəhidlərə nə qədər dəyər verib, bilirsiniz ki, dinimizdə qan murdardır. İslam dinində bir neçə şey var ki, onlar murdardır, napakdır. İnsanın əlinə dəysə, paltarına dəysə, ondan namaz qıla bilməz. Namazı batildir. Gərək onu yuya pak ediyə. Şəriətdə onlardan da biri qandır ki, murdar hesab olunur. Şəhadət, bilmirəm, necə bir məfhumdur ki, şəhidin qanı bütün qanlardan fərqlənir. İnsan ki, şəhadətlə dünyasını dəyişir, onun qanı olur pak. Allah Müteala deyir ki, onun paltarı onun kəfənidir və onun qanı onun elə qusludur, elə onu o cürdə dəfn edə bilərsiniz. Əlbəttə, şəhidlərin mərtəbəsi var dinimizdə, şəhidlər öz mərtəbələrinə bölünür. Xüsusi mərtəbəyə aid şəhidlər var ki, onların bu cür dəfninə Allah icazə verir. Yəni, həmin qan idi. Dünən barmağı kəsilsəydi, murdar idi. Onu yuyub paçlamalı idi ibadətsin. Amma bugünkü Allah yolunda, amallar uğrunda, vətən uğrunda canından keçir, həmin qandı bədəndən çıxır, olur pak. Olur qusul əvəzi. Və bu, Allah yanındakı şəhidlərimizin dəyərləridir. Və bu 44 günlük savaşda bizim 3000 şəhidimiz varsa, amma minlər qazilərimiz də var. Və bəzi hallarda, əziz qazi qardaşlar, bizdən sual soruşurlar ki, bəs Allah qazilərin barəsində bir ayə göndərməyib. Qazilərin də biz bilirik ki, şəhidlər qədər məqamı var. Onlar da canlarını fəda eləmişdilər. Onlar da göz qırpmadan o döyüşə girmişdilər. İndi biri şəhid olub, biri şəhid olmadan geri dönüb. Bəs şəhidlərimizin məqamında bu qədər ayələrimiz var. Görəsən, qazilərimizin də barəsində ayəmiz var. Bəli, qazilərimizin də barəsində ayələrimiz var. Quran-ı Kərim Tövbə surəsinin 52-ci ayəsində Allah Müteala buyurur: Qul həl tərəbbəsunə bina illə ihdəl husnəyən və nəhnu nətərəbbəsu bikum ən yusibəkumullah bi azabin min indi əv bi əydina fətərəbbəsu innə məəkum mütərəbbisun. Allah Müteala buyurur ki, ya Peyğəmbərim, deginən, biz Allahın bizim barəmizdə yazdığı 2 dənə gözəlliyin arasındayıq. Sizin gözləntiniz zaten bu deyil bizim barəmizdə. Döyüş səhnəsinə girən insan, hər kim ki Allah yolunda, din yolunda, vətən yolunda, dəyərlər, amallar yolunda döyüşə girib, Peyğəmbərim, deginən ki, bizim üçün 2 sütun gözləntimiz var. Bundan başqa bir şey bizim barəmizdə gözləmirsiniz. Onlardan biri şəhadətdir, biri də şəhid olmasa, sağ qalsaq qələbədir. Hər bir halda bizim üçün 2 xeyir var.
İhda husnayeyn, Allah müteala deyir. İki gözəllik var döyüşə girənsin. Ya şəhid olacaq, ya şəhid də olmasa qazi olacaq. Yəni, iki gözəl Allahın yaratdığı neymət var bəndəsi üçün. Hər kim mübarizə meydanına giribsə, bunların ikisindən biridir. Bu adamın uduzmaq şansı yoxdur. Şəhid də olsa qələbə çalıb, mənəvi məqamı yüksəlib, salamat da qalsa qələbə çalıb, qazi olub. Hər bir halda mübarizə meydanına girmək Allah qatında gözəlliklə nəticələnir. Peyğəmbər digilən o düşmənlərə ki, bizim barəmizdə hansı gümandasınız? Bizim bundan başqa döyüşdən sonra bir nəticəmiz yoxdur. Ya şəhid olacaq, ya qazi olacaq. O ki, bizdə bir deyim var və əsgərlərimiz də adətən bu deyimlə irəli gedirdilər ki, ölsək şəhidik, qalsaq qazi, həmin ayənin istinadıdır. Həmin ayəyə söykənmiş bir sözdür ki, hər kəs döyüşə giribsə, ihda husnayən, iki gözəllikdən birini seçib, ya şəhid olacaq, ya qazi olacaq. Hər bir halda. Amma Peyğəmbər düşmən tərəfə, amma sizin barınızda iki seçimdən başqa bir şey yoxdur. Küfür halında, zülm halında, ya Allahın tərəfindən göndərilmiş bir bəlana məhv olacaqsınız, ya da bizim əlimizdən məhv olacaqsınız. Hər bir halda sizin üçün də qaçış nöqtəsi yoxdur. Və düşmənlərimiz də ya bizim əskərlərimiz tərəfindən məhv edilib, ya onların da sağ qalanlarını inşallah Allah öz cəzası ilə məhv eləyəcək. Qiyamət cəzası ilə onları xar zəlil eləyəcək. Onların da hər iki halda mükafatı rəzalətdir. İslam düşmənləri hər bir halı ilə uduzublar. Sağ qalsalar belə uduzublar. Zahiri qələbə çalsalar belə uduzublar. Necə Kərbəlada Yezid hər bir halı ilə uduzdu. 30 minlik qoşunda kimlər ki var idi, hər bir halı ilə uduzdular. Ya öldülər, İmam Əli ilə cəhənnəm əhli oldular, ya qaldılar, sonuçları yenə də cəhənnəmdir. Amma İslam müsəlmanın ali hədəfi varsa, hər bir halda qazanıb. Ya sağdır, qazidir, ya dünyasını dəyişibsə şəhiddir. Və qazilərimiz də Allah yanında və elə insanların yanında, xalqın yanında da çox ali dəyər sahibidirlər. Necə ki, İmam Həsən Əskəri əleyhissalamdan da hədis buyurur. Vətənin sərhədlərinin keşiyində bir saat xidmətdə dayanmaq 70 il ibadətdən əfsəldir. Yəni, bu qədər dəyəri Allah kimə verir? Yalnız və yalnız qazilərimizə. Vətən uğrunda canından keçən insanlara, özlərini fəda eləyən insanlara. Mən 70 il yaşasam, bir ömr ibadət eləsəm, o qazilərimiz ki, bir saat vətən uğrunda keşikdə durublar, mənim ibadətimdən əfzəldir onların əməlləri. Təbii yenə edirəm ki, Allah üçün olmağı şərtdir, Allah tanıyan olmağı, onun da ibadətinin, itaətinin olmağı, onun əməlinə gözəllik qatan amillərdəndir. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal şəhidlərimizin uca məqamın daha da ali qərar versin.